Deməli, baxırıq kodlaşdırma mövzusundan indiyə qədər, daha doğrusu ancaq 2023-cü ildə qəbula düşən suallara baxırıq. Ancaq 2023-cü ildə. Birinci sualla davam edirik. Deyir ki, informasiyanın tutumu 1.94 MB olan boş bir diskə 0.5 MB-lıq mətn faylı, 512 KB şəkil faylı və 0.44 MB-lıq səs faylı yazıldı. Diskdə neçə kilobayt boş yer qalır? Deməli, 1.94 MB-lıq bir boş faylım var. Ora 0.5 MB-lıq mətn faylı yazılır. 512 kilobaytlıq şəkil fayl yazılıb. Olar ki, mən bunu çevirək megabayta, uşaqlar. Bu da elədi 0.5 MB. Bir dənə də çıxıram 0.5 MB-ın. Bir də çıxıram 0.44 MB. Bu da bizə nə qədər verəcək? 0.50 MB qaldı. Bunu da bizə deyir ki, neçə kilobayt boş yer qalar? Biz də bunu vururuq nəyə? Böyük ölçüdən kiçik ölçüyə keçəndə 1024-ə vururuq. Bu da nə qədər eləyəcək? Neçə almışsınız? Baxın mesajlarınıza. 512. Bəli, 512 kilobayt. Əla. İkinci sualımıza baxırıq. Deyir, asidə bir simvol neçə bayt yer tutur? 1 bayt. 1 bayt yer tutur. Asidə həm ASCII kodlaşdırmamız var, həm Unicode kodlaşdırmamız var. ASCII-də bir simvol 1 bayt yer tutur. Unicode-da bir simvol 2 bayt yer tutur. ASCII-də 4 bayt yer tutan məlumatım Unicode-da nə qədər yer tutacaq? 8 bayt. 8 bayt. Nə qədər çox oldu? 4 bayt üzərinə gəldi, 8 bayt oldu. İndi gör sualda sənə nə deyir? Deyir ki, həcm bilmirəm nə qədərdir. Amma Unicode-a keçən zaman 16 kilobayt artıb. Deməli, zaten bu 16 kilobayt imiş ki. 16 kilobayt artıb. Unicode-da olub 32 kilobayt. Səndən də istəyir simvolların sayı. Mənə də zaten ASCII-də ilkin olaraq 16 kilobayt lazımdır. Bir simvol 1 baytdır. Onda kilobaytı çevirməliyəm bayta. Böyük ölçüdən kiçik ölçüyə keçəndə vururuq. O da elədi 214 bayt. Deməli, nə qədər simvolumuz var? 214. 2023-cü il birinci şansa düşən sualımızdır. Bu arada bunlar niyə görmür sualı tam? Sizə göstərəcəm sualı tam. Biraz daha uzaqdan. Əla. Buradan çıxıram. Keçirəm növbəti sualı. Bu da yenə ancaq 2023 ilə davam edirik. Ötürülmə sürəti 200/32 olan şəbəkə ilə həcmi 16 MB olan dəqiqə. Həcm bərabərdir. Düsturumuz hansıdır? Həcm bərabərdir, sürət vurulsun, zaman düsturu. Sənin sürətin var, həcmin var, sənə zaman lazımdır. Zaman bərabərdir, həcmi bölürsən sürətə, həcmin 16 GB-dır, sürətin 232 bitdi. Fərqli ölçüləri bir-birinə bölə bilmirik, mütləq şəkildə eyni ölçüyə gətiririk. 16 vurulsun 200 GB-dan bitə keçirik. 33 bölünsün 232. Neçə eləyəcək? Nə yazmısınız? Mesajlarınızı görmürəm. 32. 32, bəli. 205, 32 saniyə. Bitdi. Yenə 2023-ün birinci şansına düşən sualdır. Sonra konferans salonunda 180 stolumuz mövcuddur. Bilirsiniz, bu tip yenə 2023-cün bu ikinci şansına düşən sualdır. 180-i qoyurduq 2-nin qüvvətləri arasında. Bizə neçə bit lazım olacaq? 8. Bəli, 8 bitə ehtiyacımız var. True color rejimində bizim burada 2 dənə düstura ehtiyacımız var. Həcm bərabərdir. A vurulsun B, vurulsun N düsturu. N burada true colordur. Nöqtələrimizin sayı 800 vurulsun 600'dür.
AVB nöqtələrində. Truecaller-da neçə bitdi? 24 bit. 24 bitdi, bəli. Bu bizim həcmimizdir və mən bunu elə bit olaraq da saxlayıram. Sizə bir də sürət verilir. Bilirsiniz də, zamanı tapanda həcmi bölürük sürətə. Bölürəm 32 minə. Bu da eləyəcək nə qədər? 360 saniyə. 360 saniyə. Amma cavablarda bizdə 360 saniyə yox, dəqiqə verilib. Cavablarda bax, saniyə yoxdur. 360-ı böləcəm 60-a, eləyəcək nə qədər? 6 dəqiqə. 2023-ün ikinci şansına düşən sualdır. Sonra 3-dən 4-ə cavab nə oldu? 3-də cavabımız oldu A, 4-də cavabımız oldu A. Məncə elə getdik. 5-də cavabımız oldu D. Bunu bayaq əslində işləmişdik. Biz 6-cı gündə işlədiyimiz sınaqda var idi. Səhv etmirəmsə 20 sınaq kitabındaydı. Ləman tam dolu diskdə 8 ədəd 3 megabaytlıq səs faylı var. 8-i vururam 3-ə. 24 megabayt. Sonra 5 ədəd 4 megabaytlıq şəkli faylımız var. Elədi 20 megabayt. 12 ədəd 2048 baytlıq. Baytı çevirə bilərəm kilobayta, daha belə kiçik ədədlər alaq. Bu da elədi 24 kilobayt. Silindisə, deməli mənim tam dolu diskim nə qədərdir? 44 megabayt, 24 kilobaytlıq tam dolu diskim var. Burada nə baş verib? 2 ədəd 3 megabaytlıq səs faylı yazılıb. Yəni çıxıram, 2-ni 3-ə vuranda 6 megabayt. Yazıldı. Yerdə nə qədər boş yeriniz qaldı? 38 megabayt, 24 kilobayt. Sonra da bura yazılıb. 2 ədəd video faylı yazılıb. Bunun bizdə ölçüsü yoxdur. Bunu bir dənə saxlayıram. Bu yazıldıqdan sonra yerdə mənim qalır 16 megabayt, 24 kilobaytlıq boş yerim. Yəni 38-dən bilmirəm nə qədərin çıxıb, amma yerdə qalıb 16 megabayt, 24 kilobayt boş yer. Deməli, x-imiz olacaq 22 megabayt. Bunu burada saxlayıram. Axı bizə səs video fayl yazılmışdı 2 dənə. Və eyni ölçülü dediyinə görə 22 megabaytımız əldədir. Video fayl yazılıb. 2 dənə yazılıb. Eyni ölçülü dediyinə görə bir dənəsinə düşəcək 11 megabayt variantı. Bu da 2023-ün birinci şansına düşən suallardandır. Növbəti sualımıza baxıram. Bunu da yəqin yazarsınız, düşünürəm ki. Sizi gətirim, indirim sona. Bir assidə sözlər və informasiya həcmləri verilib. 2023-ün ikinci şansına düşən sualdır. Kontenet sözündə neçə dənə hərf var? 8 dənə. 8. Aslında bilirsiniz də, bir hərf 1 baytdır. Yəni bir simvol 1 bayt. 8 hərf varsa 8 bayt var. Printerdə neçə hərf var? 7. 7 hərf varsa 7 bayt var. İnformasyon 11. 11 bayt var. Cavablara baxıram. Ya bayt ya da bitə. 8 baytımız neçə bit eləyir? 8 bayt. 64 bit. 7 baytımız 56 bit. 56 bit. 11 baytımız 88 bit. Bunu da uyğunlaşdırırıq buradan. Da siz uyğunlaşdırarsınız. Nə qədər elədi? Hansı variant? A variantı. Sizə güvənirəm. 8-ci D variantı mən. Hayca? D variantı. Ye? Səhv dedim variantı. Tamam. Bir arada belə səhvlər eləmək lazım. Və deyir ki, bəs nəysə diqqətini çəkmək istəyirsənsə, mütləq səhv eləyirsən. Sonra insanlar özünü öldürür ki, bəs səhv eləmsən. Hamurat tökülüşür. Belə. 128 səhifəli cüt səhifəmiz var. 128 səhifədə neçə dənə cüt səhifəmiz olacaq? 64. 64 dənə. Və 64 dənə cüt səhifəmizdə şəkil var. Şəkli də tapmaq üçün nədən istifadə edirik? Həcm bərabərdə A vurulsun B vurulsun en üstü. 512 vurulsun 256. Rəngli palitra dedilir. Palitra, rənglər çoxluğu dediyi zaman biz zaten qaldırırıq və onu 2-nin qüvvətinə eni tapırıq. Bu da eləyir 8 bit. Cavaba da baxıram. Megabayta çevirsəm daha yaxşı olur. Ona görə bölürəm 223-ə bitdən megabayta keçirəm. Bu da eləyəcək 8 megabayt.
Bu burada hazır. Sonra keçirəm aşağı. Deyir ki, qalan səhifə. Qalan səhifə neçə dənə səhifəmiz qalıb? Yəni 64 dənə səhifəmiz qalıb. Hər səhifədə 8192 simvolum var və Unicode-da kodlaşdırılıb. Heç nə, bunu da megabayta çevirirəm. Bölürəm 2/20-yə. Baytdan megabayta gedirik də, düzdür bu dəfə. 213, 206, 19, 20. Burada da qaldı 1 megabayt. Ümumi cəmi soruşduğuna görə 8 və 1-i də toplayırıq, eləyir 9 megabayt. Bu da 2023-cü il ikinci şansına düşən qəbul sualımızdır. 9-cu sual. Bu arada bu 218-dir. Maraqlı sualdır. Yəni də buna baxaq. 10 sualına yekunlaşdıraq. Gedin 2000 dənə qəbul işləyin sonra. 120 mətn failin hər birinin həcmi 218 kilobaytdır. Əla. Və deyir 7 megabaytlıq boş diskə bunun neçə dənəsini yerləşdirmək olar? Amma bizə klasser verilib. Baxın. Klasserin həcmi 4 kilobaytdır. Baxıram ki, mən 218-i yerləşdirmək üçün bu failimin ölçüsü 218-dir. Bu diskdə nə qədər yer tutur? Əvvəlcə klasserin sayını tapıram. 218-i bölürəm 4 kilobayta. Neçə dənə klasserə ehtiyacım oldu? 55 dənə. 55 dənə klasserə ehtiyacımız oldu. Yəni 55 dənə qutuya ehtiyacımız oldu. 55 klasser diskdə nə qədər yer tutacaq? 55-i vururam 4-ə, elədi 220 kilobayt. Failim 218 kilobayt olsa da, bu diskdə yer tutur 220 kilobayt. Onda mən 7 megabaytın içərisində 220 kilobaytı axtarıram ki, neçə dənəsini yerləşdirmək olar? Megabaytdan da kilobayta keçirsiniz. Neçə dəfə olacaq? 32. 32 dəfə. Əla. Belə. Sonra bir dənə də baxırıq. 220 müxtəlif rəngli kodlaşdırmaq tələb olunur. Rəng dərinliyi nə qədər ola bilər? Rəng dərinliyi də N-in qiymətidir. N-i soruşur bizdən, düzdür? 220-ni kodlaşdırmaq üçün 220-dən sonra gələn 2-nin hansı qüvvəti var bizdə? 8. 8. Bitdi. 8 bitə ehtiyacımız var. Oldu? Bitdi. Bura qədər bəsdir. Yerdə qalanı növbəti dəfə. Çox möhtəşəm bir şey elədik. İndi buradan çıxmaq lazımdır. Necə çıxacam onu fikirləşirəm. Burada bir dənə